Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. Milli.az bildirir ki, sənətçi qonaq olduğu Xəbərin Var maqazin verilişində həyat yoldaşı Hacı Ramildən söz açıb. Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün hər zaman özü addım atır. Həyat yoldaşımla olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər bu qədər küsülü qalmaq? Amma mən küsülülüyə dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb əsəbləşərək onu vururam. Amma o, heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tezdir, məni sevirsən yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm. O bu sözü mənə deyə bilər? Deyə bilərsənmi? Təbii ki, yox. Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toy olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.